hələ kimsə, nə vaxtsa, haradasa, Elxan Elatlının hansısa bir kitabını məsləhət görsə oxumağa, qoy bilsin ki, o adamı hər yerdə blok edəcəm və həyatımın axırına qədər dindirməyəcəm. Salam belə verməyəcəm. Bilirsiniz niyə? Gəlin mən sizə Elxan Elatlının Şantaj adlı kitabından bir abzas oxuyum. Bu kitabı mən full review etmişəm və YouTube-da paylaşacağım. Ona görə YouTube kanalıma abunə olun. Deməli, Elxan Elatlı necə bir yataq səhnəsi yazır. Özü də tələm-tələsik soyundu və məni qucağına alaraq yatağa uzatdı. Okay. Alt geyimlərimi dartışdırıb əynindən çıxararaq, dəli kimi üstümə atıldı. Alright. Və inək təzəcə doğduğu balasını necə həvəslə yalayırsa, eləcə bədənimin hər bir yerini başdan ayağa yalamağa başladı. İnək təzəcə doğduğu balasını necə həvəslə yalayırsa. Yekə kişisən, yazıcısan, belə yataq səhnəsi olur, bacarmırsan yazmadan. Mən 15 yaşında daha yaxşı yataq səhnəsi yazırdım. Daha yaxşı nəsə bir şey ortalığa çıxarırdım. Bacarmırsan yazmadan, nə məcburdun? Nə məcburdun? Görək bu Elatlı kimdir, bu gədə kimdir bu? Aya, buna bax ha. Məşhur dedektiv yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, İlham Əliyevin Qızıl Qələm mükafatçısı, İlham Əliyevin şəxsən hörmət elədiyi Elxan Elatlı. Elatlı, bax. Aya, bunun yataq səhnəsi yazmağına bax, aya. Oo, ayıb olsun sənə. Ayıb olsun, bunun qaşına bax, gözünə bax. Aya, ayıb olsun, aya sənə. Aya, boyun yerə soxum, aya sənə. Aya, bu nə yataq səhnəsi də, belə biabırçılıq da, bu boy. Ayıb olsun, ayıb olsun.